Qurban olun Məhəmmədin şəriətinə. Əcəb oturtmuşdu bu qadınları evdə. Kişi qadından üstündür. Bunlar hamısı o gender bərabərliyinin nəticəsidir. Bugün gənc xanımlar daha çox dırnaq ustası olmağı üstünlük verir. Nəinki evdar xanım olsun, evdə uşağına baxsın. Bilirsiniz, ailə həmişə demişik ki, kiçik bir cəmiyyətdir. Hər bir cəmiyyətin qayda qanunları olmasa, o cəmiyyət dağılıb gedər. O cümlədən də ailə. Ailədə də əsas rolu, mən belə başa düşürəm ki, tərbiyədə, idarə olunmasında sözsüz ki, kişinin rolu üstündür. Və bugün o gender bərabərliyi deyirlər ha. Bizim o siz deyən məsələlər ki var, gənc xanımlar evdə oturmaq istəmirlər, karyera düzəlmək istəyirlər. Bunlar hamısı o gender bərabərliyinin nəticəsidir. Quran da açıq-aşkar deyir, hədislər də gözəl qeyd eləyir ki, kişi qadından üstündür. O Ölməz Cəfər Cabbarlının əsərlərinin birində obrazın dilindən deyir ki, qurban olun Məhəmmədin şəriətinə. Əcəb oturtmuşdu bu qadınları evdə. Bəlkə irad tutarlar mənə ki, 50 ilin müəlliməsinin gətirdiyi misala bax. Yox, bu 50 ilin müəlliməsi elə təcrübəsinə əsaslanıb deyir. Çingiz Abdullayev nə deyir? Deyir ki, ağıl uşağa anadan keçir. Bu boş söz deyil. Ana evdədir, ata çöldədir. Ata gerek qazansın, getirsin, təmin eləsin. Ana da həm evin idarə eləsin, həm maddiyyatını, həm mənəviyyatını, yəni o balaları tərbiyələndirsin. Əsl Azərbaycanlı kimi. Adət-ənənələrimizi yaşatsın. Ya adət-ənənələrimiz itib gedib, itib batıb.